Elçin bəy, Ramiz Mehdiyev məsələsi təbii ki, ölkədə hələ də ən çox müzakirə edilən mövzular sırasındadır. Yeni həbs dalğası gözləyir bir çoxları. Rusiyanın Azərbaycandakı iri fiqurlarının həbs ediləcəyi haqqında müxtəlif fikirlər var. Bu məsələlər ən müxtəlif səviyyələrdə müzakirə olunur. Zaman keçdikcə buna bəziləri skeptik yanaşırdılar, amma sonradan bəzi proseslər yenidən məsələlərə növbəti dəfə fərqli bir baxış yaranmasına səbəb oldu. Mən istəyirəm ki, ölkəmizin təhlükəsizlik təhdidləri kontekstində baxaq bu məsələyə. Çünki bütün hallarda, girişdə söylədiyim kimi, hədəf bizim dövlətimiz olub, onu zəiflətmək olub. Özəlliklə 20-ci ildən sonra yeni bir konseptdə regionda var olan, yeni özü üçün hədəflər müəyyən edən Azərbaycan dövlətini köhnə sistemdə saxlamaq üçün edilən cəhdlərdən söhbət gedir. Və Təhlükəsizlik Şurası məsələsini niyə biz bugün manşətə çıxartdıq, əziz seyircilər və hörmətli Elçin bəy? Çünki faktiki olaraq bir dövlətin sütunlarından, beyin mərkəzlərindən biridir Təhlükəsizlik Şurası və dövlətin düşünən beyinləri, dövlətin təhlükəsizliyi üçün, eyni zamanda gələcəyi üçün məsuliyyət daşıyan şəxslər öz görevləri gərəyi bu qurumda təmsil olunurlar və dövlət başçısı ilə ölkənin gündəlik və gələcək prosesləri ilə bağlı müzakirələr aparırlar, qərarlar qəbul olunur burada və dövlət hökumət aparatı bu istiqamətə hərəkət edir. Ramiz Mehdiyev bilirik ki, 19-cu ildən Təhlükəsizlik Şurasına üzv idi və oktyabrın 18-də prezidentin qərarı ilə o bu vəzifədən azad edildi və bundan sonra Təhlükəsizlik Şurası necə işləməlidir, necə yenilənməlidir 26-cı ildə və ondan sonraki dönəmdə olan çağırışlar bizim Təhlükəsizlik Şuramızın necə formalaşmasını tələb eləyir. Bu haqda danışacaq və Təhlükəsizlik Şurasında da seyircilər bilirsiniz ki, bütün vaxtı çox ölkənin mötəbər, bütün ölkələrdə yəni bu konsepti mötəbər vəzifə sahibləri təhlükəsizliyi üçün, daxili prosesləri üçün, dövlət həyatı üçün vacib olan şəxslər orada təmsil olunur. Mən indi oxumaq istəyirəm, Elçin bəy sizin də icazənizlə. Mehriban Əliyeva, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Sahibə Qafarova, Milli Məclisin sədri, Əli Əsadov baş nazir, Ramil Usubov Təhlükəsizlik Şurasının katibi, Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi, Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri, Zakir Həsənov Müdafiə naziri, Vilayət Eyvazov Daxili İşlər naziri, Kamran Əliyev Baş prokuror, Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin rəisi. İndilik bizim Təhlükəsizlik Şurasının tərkibi belədir, əziz dostlar, əziz seyircilər. Və Elçin bəy, sizdən soruşmaq istəyirəm ki, 26-cı il üçün təhlükəsizlik sistemimizin, təhlükəsizlik konseptimizin əsas çağrışı nədən ibarətdir sizcə? Təşəkkür edirəm sualınıza görə. Sualınız çox böyük həcmdədir, hədsiz dərəcədə geniş mövzulara toxundunuz. Əvvəla Ramiz Mehdiyev məsələsinin mən bugüncə geniş, fasiləsiz müzakirə edilməsini qətəliyə idarəyəm. Ramiz Mehdiyevin arzularından biri də bu idi. Tək Ramiz Mehdiyevin yox, onun kimi olmaq istəyən, ona indi həsəd aparan, çoxları inandırıb sizi Ramiz Mehdiyev kimi vəzifədə olmaq və Ramiz Mehdiyev kimi vəzifədən kənarlaşdırmaq və bu qədər tənqid olmaq istəyirlər ki, onların gücünü göstərir. Biz Ramiz Mehdiyevdən nə qədər çox danışırıqsa, onun olmayan gücündən sanki bəhs edirik. Onun hadisələrə bunca müdaxilə iqtidarından bəhs edirik. Onun özü də xumarlığına baxır ki, baxın görün, mən kimmişəm ki, vəzifədən neçə ildir çıxmışam, hətta həbs edilmişəm, faktik olaraq ev həbsidir, amma məndən bu qədər qorxurlar. Ramiz Mehdiyevin danışmağının həm də ona görə əleyhinəyəm ki, bir dövlət əgər kim olursa olsun, kimliyindən asılı olmayaraq, tutduğu vəzifədən asılı olmayaraq, bir məmurun vəzifədən çıxmasından sonra aylarla onun vəzifədən çıxmasını, onun mümkün dəstəsini, onun mümkün adamlarının yəni əcində olduğu faktik olaraq gedirdi. Bu onun gücünü göstərir. Ramiz Mehdiyev belə güclü adam deyil. Biz onu güc qatırıq, gücünə güc qatırıq, xoflandırırıq. Balaca uşaq qaranlıqdan qorxanda
o uşağa qorxma demək lazım deyil. O qorxu onun şuurundadır. O qaranlıqda qorxulacaq heç nə yoxdur. Bax, Ramiz Mehdiyevin istədiyi, o bəstəboy, tözbərək adamın istədiyi hakimiyyətdə olanda oydu ki, ondan qorxsunlar. Onu sevsinlər yox, onu hörmət eləsinlər yox. O partokrat idi, partnomenklatura idi və o həmişə qorxu üzərində qurmuşdu hakimiyyətini. Və indi də o xofu görərək ləzzət alır. Ramiz Mehdiyevin nə qədər adam var filan və digər. Ramiz Mehdiyevin bir adamı var, 100 adamı var, 1000 adamı var. Bu heç nəyi dəyişmir. Birincisi ona görə ki, biz bir adamın vəzifədən çıxmasından danışırıqsa və o adamın vəzifədə qalıb qalmamasına, hansı fəsadlara səbəb ola biləcəyinə danışırıqsa, deməli biz ölkəmizin zəif və balaca olduğunu deyirik. Azərbaycan yəni o qədər mi zəif, o qədər xırda, o qədər kiçik bir Afrika dövlətidir ki, hansısa məmurun, sabiq məmurun haqqında bunca danışmalıyıq. Biz Benin deyilik, Cabo Verde deyilik, Botswana deyilik. İkincisi məsələ ondan ibarətdir ki, Ramiz Mehdiyevin tərəfdarlarının geniş miqyaslı həbsinin də əleyhinəyəm mən. Beləcə biz birinci dediyim məqamları sübut edirik. İkinci də sübut edirik ki, biz açıq, aşkar, anti-Rusiya mövqeyindəyik Azərbaycan dövlət olaraq. Aygün Muradxanlı, Elçin Əloğlu və digərləri anti-Rusiya mövqeyini tuta bilər və bu çox normal bir haldır. Kimsə Aygün Muradxanlı və Elçin Əloğlunu vadar edə bilməz ki, Türkiyə nifrət etsin, Rusiya nifrət etsin və Türkiyə sevsin, Rusiya sevsin. Bu bizim hər birinin fərdi seçimidir. İllər uzunu gəldiyimiz qənaətdir. Bizim də qənaətimiz budur ki, Türkiyə bizə qardaşdır, Rusiya bizə qardaş deyil və ola da bilməz. Bu bizim fərd olaraq seçimimizdir. Amma dövlətlərarası münasibətlərdə əsla emosiya olmamalıdır. Qətiyyən olmamalıdır. Bəyəm Türkiyədə Ruspərəstlər yoxdur. Bəyəm Türkiyədə Rusiya təsir agentləri yoxdur. Var. Xalq Türkiyə Xalq Partisindən, Perinçekin partiyasından tutmuş, onlarla siyasi təşkilat var ki, Rusiyadan pul alır və Rusiyanın maraqlarını ifadə edir. Hətta hərbçilər içərisində də nə qədər var? Bəli, Sputnik Türkiyə belə var. Türkiyənin Milli İstihbarat Təşkilatı, Türkiyənin Milli Güvənlik Konseyi, Milli Güvənlik Şurası və yaxud da Türkiyənin media rəhbərləri bunu bilirlər. Cənab Erdoğan bundan xəbərsizdir, xeyr. Amma Erdoğan bunları nəzarət altında saxlayır. Bunlar idarə olunan marionetkalardılar. Və bunların həbsi, total həbsi bir mənalı olaraq Türkiyədə anti-Rusiya mövqeyinin dövlət səviyyəsində olduğunu sübutu olacaq. Bu Türkiyə lazımdır? Yox. Rusiya zəifliyib, ABŞ tələb edir Türkiyədən ki, qatı anti-Rusiya mövqeyi tut. Türkiyə buna getmir. Çünki getsə udzacaq. Həm maliyyə baxımından, həm siyasi baxımından. Bizdən də Qərb bunu tələb edir. Biz Ramiz Mehdiyevin adamıdır deyə yüzlərlə insanı həbs etsək, Rusiya bunu öz-özünə qarşı kampaniya kimi təqdim edəcək və biz məcbur olacağıq Avropa İttifaqının, NATO'nun tərəfini tutaq, Kaya Kallas'ın tərəfini tutaq. Bu özünü Avropanın dəmir xanımı kimi göstərmək istəyən ikiyüzlü, mənəviyyatsız bir siyasətçilərdən birisidir Kaya Kallas. Onun atası Estimer Kallas vaxtilə Estoniyanın siyasətçisi olub, Estoniya Əmanət Bankının rəhbəri olub, yəni kommunist olub. Və indi də bu qadın aşkar anti-Rusiya mövqeyi tutur. Adi bir misal. Avropada Kaya Kallas, Ursula von der Leyen, Philippe Emmanuel Macron, Starmer və digərləri bilirsiniz ki, qatı anti-Rusiya mövqeyi tutublar. Onlar Ukraynada müharibənin davam etdirilməsini istəyirlər və tələb edirlər. Və buna görə də onlar Ukraynanın taleyi ilə bağlı danışıqlardan kənar qalır. Rusiya onları qəbul etmir, ABŞ da qəbul etmir, heç Ukrayna da qəbul etmir. Bizə bu belə bir problem lazım deyil. Təhlükəsizlik Şurasına gəldik deyəsə, Təhlükəsizlik Şurası gərəkli bir strukturdur. Bəli, Türkiyədə də var, Fransada da var, İtaliyada var. Amma biz Təhlükəsizlik Şurasını adi dövlət qurumlarına birinə çevirməklə, onun toplantılarını tez-tez çağırmaqla biz ölkəmizin hələ də investisiya üçün riskli ölkələrdən biri olduğunu etiraf edəcəyik. Türkiyədə Milli Güvənlik Konseyi niyə fəaliyyət göstərir? Niyə Milli Güvənlik Konseyi tez-tez toplandı? Çünki Türkiyə 5 cəbhədə vuruşur. Yunanistan, Kipr, Suriya, Ukrayna cəbhəsi, Qaradəniz məsələsi və ən əsası Cənubi Qafqaz. Cənubi Qafqazda Türkiyə geosiyasi və geostrateji savaş aparmaqdadır.
olmalıdır. Və buna görə Türkiyə Milli Güvənlik Konseyi tez-tez toplanır. İtaliyanın Təhlükəsizlik Şurasının axırıncı toplantısından kimin xəbəri var? Və yaxud da Fransanın, və ya Hollandiyanın, və ya Britaniyanın, Finlandiyanın, Kanadanın yoxdur. Çünki bu ölkələr investisiya mühitinin riskli olduğunu göstərmək istəmirlər. Azərbaycanda Təhlükəsizlik Şurası barədə tez-tez biz danışmaqla, onun toplantılarına bəhs etməklə biz Azərbaycanın hələ də daxili və xarici təhdidlərin riskləri ilə üzləşdiyini etiraf etmiş olacağıq. Daha doğrusu etiraf etməyəcəyik, bəyan etmiş olacağıq. Və bu da təbii ki, Azərbaycanın investisiya mühitinin və xarici kapital qoyuluşunun axınının qarşısını alacaq. Bəli, mən burada köklü vətənpərvərlik edə bilərəm, pafoslu danışa bilərəm, Təhlükəsizlik Şurası toplanmalıdır və s. deyə bilərəm. Bunu demək ən asıl işlərdən birisidir. Amma reallığın gözünə dik baxmaq lazımdır.